Mərhəmətli və rəhimli Allahın adı ilə. Ateistlər Allah yoxdur desələr də, əslində onlar bir çox möminlərdən daha çox inanclı insanlardır. Çünki fikir verin, onlar bir uşaq ölümü gördükdə, yaxud birinin evinin damını külək uçurduqda baxırsan ki, o dəqiqə Allahı günahlandırır. Ən yaxın keçmişdəki SSR ateistləri isə iddia edirdilər ki, insan meymundan əmələ gəlmişdir. Bu düşüncə hələ də bir çoxlarımızın qəlbində öz yerini tutmaqdadır. Elm inkişaf etdikdən sonra isə məlum oldu ki, insan 46, meymun isə 48 xromosom daşıyıcısıdır. Bu isə o deməkdir ki, belə bir keçid əsla mümkün deyildir. Allah Quranda ilk insanı torpaqdan yaratdığını bildirir və fakt budur ki, insanın və torpağın tərkibində olan fosfor, xlor, yod, silikon, kalsium və s. bu kimi bütün elementlər bərabər və eynidir. İndiki ateistlər isə şübhə edirlər ki, Peyğəmbər Quranı özündən yazmışdır. Səbəb isə bunu göstərirlər ki, nə üçün Quranda onun gördüyü dəvədən bəhs edilir, amma görmədiyi pingvindən yazılmayıb. Əgər bu doğrudan da Allahın kitabıdırsa, o bütün yer üzünü əhatə etməli deyildimi? Yaxud bu din yalnız ərəblər üçündürmü? Cavab: hər bir insana məlumdur ki, Quranda donuz əti yemək qadağan edilib. Bəs siz heç bilirdinizmi? Heç bir dövrdə Ərəbistanda donuz olmayıb və Peyğəmbər donuz görməyib. Səbəb isə budur ki, bir donuzun yaşaması həmən iqlimə uyğun deyil. Həmçinin həmən bu qadağan olunan ayənin davamında isə deyilir ki, donuz əti müharibə zamanı yeyilə bilər. Bu isə o deməkdir ki, Quran və bu din hər bir xalqa şamil olmuşdur. Təkcə Ərəbistana yox. Bəzi insanlar isə düşünürlər ki, Peyğəmbər bu qanunları insanları idarə etmək üçün iqtisadiyyat və ya qadın üçün yaratmışdır özündən. Bu zaman isə həmən insanların dərindən düşünmələri üçün belə bir sual yaranır. Bəs nə üçün o, gecənin bir vaxtı və tək ikən namaz qılardı? Savadlı ateistlər isə Quranın elmə zidd olduğunu bildirirlər. Deyirlər ki, nə üçün Quranda düşünmə orqanı kimi beyin yox, ürək deyilir? Cavab: birincisi, düşünən, mənimsəyən, qavrayan nə ətdən olan ürəkdir, nə də ilikdən olan beyindir. Düşünən insanın ruhudur, şuurudur. Qəlb sözü Quranda həm mənəvi, həm də məcazi mənada bildirilir. Nümunə: Quranda başqa bir ayədə deyilir ki, get filan kətdən soruş. Normal insan bunu anlamalıdır ki, burada söz hansı mənada deyilir. Yəni, təbii ki, bir insan gelib kənddən, yəni ağacdan, çaydan və ya dağdan nəsə xəbər ala bilməz. Yəni, nəzərdə tutulan kənd əhlidir. Və bu kimi bütün məsələləri ateistlərə izah etdikdə və onların da sözləri bitdikdə zəif möminlərə psixoloji təsir göstərərək deyirlər ki, mən bu Quranı oxudum, sonra ateist oldum. Allah isə Quranda ona tərəf olan insan üçün qiyamətə qədər həyatda olan hər bir məqama və hər bir mənzərəyə cavab verdiyi kimi bu haqda belə bildirir. Tövbə surəsi 125-ci ayə. Qəlblərində şək şübhə olanlara gəldikdə isə hər bir surə onların murdarlığı üstünə bir murdarlıq gətirər.